Allah Azza və Cəllə şirki bağışlamayacaq mənim sözüm deyil. Mənim sözüm olsa, istəyərsən qəbul edərsən, istəyərsən rədd edərsən. Bu söz Allah Azza və Cəllənin sözüdür. Sən Rəbbinə iman etmisənsə, Rəbbin deyir ki, mənə şərik qoşma. Yəni bu dini Allahdan daha mı gözəl bilirsən? Əgər uyğun olsaydı, Allah insanlara deyərdi ki, Muhammed öldüyü zaman gedin Muhammedin qəbrinə kömək istəyin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə dedi? Allah falan topluluqlara lənət etsin. Onlar peyğəmbərlərinin məzarlarını mescid halına çevirdilər. İbadət ediləcək yerə çevirdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm öz əshabına öz qəbrini mescidlə çevirməyi, yəni ibadət ediləcək yerə çevirməyi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qadağan etmişdi. İndi sən təsəvvür elə, bu dini bizə gətirib çatdıran qəbirlərdən insanları, hətta bir hədisdən eləyir, mən əvvəllər sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə qəbirləri ziyarət edin. Niyə? O sizə ahirəti xatırlatsın deyə. İnsan qəbirləri ziyarət edə bilər, insan qəbirstanlığa gedə bilər. Nə üçün? Ölümü xatırlamaqdan dolayı. Yəni mən də bir gün bu torpağın altına girəcəm. Mən də bir gün etdiklərimin və etmədiklərimin hesabını Allaha verəcəm. Mən də bir gün bu dünya, necə ki indi mən bu torpağın üzərində yürüyürəm, bir zaman bu torpağın altında olan kimsə də mənim kimi bu torpağın üzərində yürüyürdü. Ölülərə qəribə baxırdı, heç bir zaman ölməyəcəyini düşünürdü. Eləcə də mən bu halda yaşayıram. Eləcə də mən öləcəm, mən canımı Allaha tapşıracam deyə ibrət almaq üçün o qəbirlərin üzərinə, o məzarların üzərinə gedə bilər. Lakin getdiyi zaman, vallahi qardaşlarım, dini məsələləri bir kənara qoyuram. İnsan fitrəti ilə qəbul eləyə bilmir ki, yəni necə ola bilər ki, bir torpağın altında olan cansız varlıq, cansız bir, yəni torpaq, daş, ağac bu mənə necə kömək eləyə bilər? Baxın, bu həyatda insanın ən çox istədiyi şey nədir? Uzun bir həyat yaşamaq, düzdür? Əksər insanlar bunu istəyirlər. İnsan ölümdən qorxur, ölməkdən qorxur, canını verməkdən, xəstəlikdən, qəbrin altına girməkdən, qəbrin altında o soyuq torpağın içərisində tək qalmaqdan qorxur, dünyasını itirməkdən qorxur. Sən təsəvvür elə ki, həmin o torpağın altında yatan bir insandan, yəni insan uzada bilsəydi ömrünü uzadardı. Hətta o bayaq misal verdimi, torpağın altında olan elə insanlar var ki, onların heç öz övladları olmuyor. Bu insan isə gəlir deyir ki, mənə övlad verilir, mənə şəfa verilir, xəstəyəm deyir, mənə yardım etdir. Və şübhəsiz ki, Allah Azza və Cəlləyə bu şərik qoşmaqdır. Allah nə deyir? Dua etdiyin zaman yalnız mənə dua et. De, mənim qurbanım da, namazım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Bu kimin sözüdür? Allahın sözüdür. Allah Azza və Cəllə əmr edir bunu. Allah Azza və Cəllə yalnız ona ibadət etməyi, ona heç bir şeyi şərik qoşmamağı Allah Azza və Cəllə öz əzəmətli kitabında Allah Azza və Cəllə bunu əmr edir. Sən bütün məsələlərdə Allahı birləməsən, sən o günkü insanlar kimi özünə fərqli ilahlar təyin etsən, bu mənim həyatımı idarə edir, bu mənim həyatımda söz sahibidir, bu mənə şəfa verənimdir, bu mənim qurban kəsdiyim zaman gedib önünə qurban kəsəcəyimdir, bu mənim dua edəcəyim qəbirdir, bu mənim nə bilim nə qəbrimdir, bu mənim parça bağladığım ağacımdır, nə bilim nəyimdir. Sənin bir neçə ilahın var və sən Rəbbini təkləşdirməmsən və bunun səbəbi ilə bil ki, sən böyük şirkin içərisindəsən.